Sələflər çölə atılmış, kimsəsiz, insanlara əl açan, dil açan bir qocanı görəndə deyərdilər ki, mümkün deyil Allah ona zülm eləsin. Qıraqdan adam baxır, adamın ürəyi ağrıyır. Qoca birisini belə görəndə bu da normaldır, təbiidir. Adam fikirləşir ki, nə üçün bu hala düşüb? Sələflər deyərdilər ki, belə birisini görəndə Allah zalim deyil. Böyük ehtimalla o gəncliyində Allahı tərk edib ki, Allah da bu yaşında onu tərk edib. O Allahı qorusaydı, Allah Azza və Cəllə də bu yaşında onu qoruyardı. Və hətta bu təsəvvür edib, nəinki insanın özünə, hətta insanın əhlinə, hətta vəfatından sonra insanın övladlarına və insanın nəslinə də şamil olur. Ona görə Ömər ibn Abdüləziz rahimehullah deyərdi ki, Allah müminin sağlığında qoruduğu kimi vəfatından da sonra onun övladlarını, onun ailəsini və onun nəslini qoruyur. Niyə? Çünki o sağlığında Allah'ı qoruduğuna görə.